Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin istixanada yetişdirdiyi məhsullardan biridir. Nizam müəllim, buyurun dadına baxın, siz bildirin. Dadına baxın. Çox böyük dilimlərdə var. Burada var. Balaca dilimlərdə. Baxın, gör necə Siz nəsə yox. Tam təbii. Bəli, hər tərəfiz yox. necədir mənim dadı? Məsləhət görürsünüzmü? Həqiqətən də məsəl. Satışa verilirlər axı. Ancaq özləri istifadə edirlər hələ ki. Qonaqları qarşı 600 kvadrat metr ərazisi var, amma hələ ki özləri. həqiqətən də dadı möhtəşəm, doğrudan da. Bəli. Bunun üstünlüyü nədir? Bunlar deməli praktikanı nəzərə üzrə dayanmırlar. Bəli, həm də tətbiq edirlər. Təhsilin əmək bazarına inteqrasiyasına birbaşa kömək edir. Hazır artıq bunlar çox qida və içki nəzarətlə ixtisas olmalıdır. Bu baxımdan da əslində bu formada praktik olması olduqca əhəmiyyətlidir. Məhsullar ancaq yeməkxanada istifadə olunur, düzdürmü? Yəni tələbələr. Hə, siz Doymadım bilməm bu. Bu alınmır, birini alınmır. Çox dadlı çeşidlidir, çox dadlı. yəni bunlar növ olaraq eynidir, ölçüləri balacadır, yoxsa necə? Bu ola F1. Oluç bazarda belə pomidorlu. Bu da Runner F1-dir. Bu daha dadlıdır. Bu daha